Salam, axşamınız uşaqlar, necəsiz? Deməli, bugün biz sizinlə ketonlar bölməsini keçirik. Aldehidlər haqqında artıq məlumat verdim. Aldehidlərdə uşaqlar əsas qrup aldehid qrupudur. Ketonlarda isə söhbət gedir karbonil qrupundan. Deməli, aldehidlərdə aldehid qrupuna radikalları birləşdirməklə aldehidləri əlavə edirik. Amma ketonlar qrupunda ketonun hər iki tərəfinə radikal birləşdirməklə biz ketonları əldə edə bilirik. Ketonlar ya bax gördüyünüz bu düstura və ya da gördüyünüz bu düstura malikdir. Radikallar eyni və ya müxtəlif ola bilər. Radikallar eynisi RR, müxtəlifsə R' formasında ümumi formul yazdım. Mr necə hesablanılır? Cn H2NO, yəni Mr 14 plus 6. Çünki biz bugün sizinlə doymuş ketonlar haqqında danışırıq. Doymuş ketonlar, doymuş alifatik karboaldehidlərlə sinif arası izomer olduqları üçün onların hər ikisinin düsturu eynidir CnH2NO və bir-birləri öz aralarında siniflər arası izomer əmələ gətirirlər. Məsəl üçün, ketonlar, bu arada sizə xəbərdarlıq deyim ki, uşaqlar, ketonlar N3-dən başlayır. Başa düşdünüz, mən aldehidlər N1-dən, amma ketonlar N3-dən başlayır. Yəni biz burada dimetil keton ilə propanalı müqayisə eləsək, deyə bilərik ki, bunlar bir-birinin siniflər arası izomerləridir. Çünki hər ikisində 3 karbon, 6 hidrogen, 1 oksigen atomu iştirak edir. Deməli, bunlar bir-birinin sinif arası izomerləridir. Görürsünüz, emerlər, karbonlar, hidrogenlər sayca eynidir, emer kütləci eynidir. Amma sinifcə müxtəlifdirlər. Biri keton, biri aldehidlər sinifinə malikdirlər. Aldehidlər ketonlar necə adlandırılır? Deməli, söhbət alifatik birləşmələrdən gedir. Tarixi, səmərəli və beynəlxalq adlanmaları var. İlk nümayəndə 3-dən başladığına görə tarixi adlanma asetondur. Səmərəli adlandırsaq, deməli, ümumiyyətlə ətrafında olan radikalların adını deyib, ondan sonra keton sözünü əlavə edirik. Dimetil keton uşaqlar və yaxud da propanol, çünki ketonları beynəlxalq adlandıranda bu arada xatırlatmayayım, 10 şəkilçisindən istifadə edirik. Aldehidlərdə isə al şəkilçisindən istifadə edirik. Baxın, dimetil keton və ya propanol, digər bir ada baxalım. Metil, fikir verin mən olarım, etil keton və yaxud da butanon, digər adlamağa baxırıq. Metil, fikir verin, propil keton və ya pentanon 2. Ola bilər ki, mən nə üçün pentanon 2 sözünü vurğuladım? Mən ona görə ki, pentanon 2 sözünü vurğuladım ki, mənim keton qrupum 2-ci karbondadır. İndi ola bilsin ki, diqqətlə baxalım uşaqlar, mən keton qrupunu gətirdim, 3-cü karbona yerləşdirdim. Və bu zaman, bir dəqiqə zəhmət olmasa, qoy sərgəli mən bunu silim. Sizə tam bunu başa salın. Ola bilsin ki, uşaqlar, məsəl üçün CH3, karbon O, CH2, karbon O, CH2, CH3. Belə bir pentanon yazdım və nömrələyirəm. 1, 2, 3, 4, 5. Artıq mən buna pentanon 2 yox, pentanon 3 deyəcəm. Çünki qrup 3-cü karbondadır. Və bunu səmərəli adlandırsam, hər iki tərəfin radikalı eyni olduğuna görə dietil, mən buna təbii ki, dietil keton sözünü vurğulayacağım. Uşaqlar, bir sözlə biləsiniz ki, keton qrupu həmişə mərkəzdə olan karbonlarda olmalıdır. Yəni, biz əvvələ və axıra aldehidlər kimi keton qrupunu yaza bilmərik. Keton qrupunun ikinci adına isə biz karbonil qrupu deyirik. Deməli, indi isə gəldik izomerliklərə. Quruluş izomerliyi, uşaqlar. 3 cür izomerlik mövcud olacaq. Quruluş, vəziyyət və optiki. Bir də 3 cür deyirəm, amma burada siniflər arası da var. Yəni, biz bunu 4 cür edək. Deməli, quruluş izomerliyi. Məsələn, pentanon 2 ilə fikir verdiniz. Mən sadəcə şaxəsiz quruluşunu şaxəliyə çevirdim və aldım. Elə bil ki, aldım. 1, 2, 3, 4. Aldım 3 metil, butanon 2. Pentanon 2 ilə 3 metil, butanon 2 birbirinin quruluş izomerliyidir. Vəziyyət. Vəziyyət izomerliyi keton qruplarının, yəni karbonil qrupunun yeri ilə bağlıdır.
Pentanon 2 və Pentanon 3. Bunlar deməli vəziyyət izomerləridir. Optik izomerlik. Optik izomerlikdə mən sizə nə öyrətmişdim? 4 tərəfli karbon olmalıdır. Hər 4 tərəfdə müxtəlif atom və atom qruplarından ibarət olmalıdır. X, Y, Z-dir. Məsəl üçün, baxırsınız buradan bu karbona, bax, asimetrik karbondur. Bir tərəfində hidrogen, bir tərəfində metil, bir tərəfində etil, bir tərəfində karbonil, ona birləşmiş metil qrupu var. Və artıq o deməkdir ki, bu burada deməli optik izomerlik yaradır və eyni şeyi yenə burada görə bilərik. Optik izomerliklərdən söhbət gedir ki, yəni 3 tərəfli karbona yox, 4 tərəfli karbona mütləq baxmalısınız. Siniflər arası izomerlikdə bayaq izah etdim, amma bir əldə yenə sizə bir dənə siniflər arası izomerlik izah edeyim. Məsəl üçün, bayaq izah etdiyim nümunəyə nümunəni deyim. Məsələn, dimetil keton ilə propanalı nümunə kimi götürsək, başqa sinifə aiddirlər və amma buna baxmayaraq uşaqlar deməli bir-birinin sinif arası izomerləridir. Aldehidlərdə də bir karbon sp2 hibrid vəziyyətindədir, ketonlarda da bir karbon sp2 hibrid vəziyyətindədir. Deməli sual düşə bilər ki, ketonlarda karbon atomlar hansı hibrid vəziyyətindədir? sp3 bir karbon sp2 aldehidlərdə və olduğu kimi. Uşaqlar, fiziki xassəsi haqqında nə deyə bilərik? İlk nümayəndə 3-dən başlayır. 3-dən başladığına görə kəskin iyili, demək ilk nümayəndələri kəskin iyilidirlər, belə deyək. Nisbi molekul kütlələri artdıqca, yuxarıdan aşağı düşdükcə suda həll olma qabiliyyətləri azalır. Eyni sarıda karbon atomu olan aldehidlərdən aşağı temperaturda qaynır, amma karbohidrogenlərdən yüksək temperaturda qaynama qabiliyyətinə malikdir. İlk nümayəndəsi olan aseton haqqında danışıramsa, spesifik kəskin ilə malik bir maddə maye haldadır. Demək olar ki, özü yaxşı həll edicidir. Hətta yağ ləkələrini belə aseton təmizləyir. Paltarımıza düşən, əşyamıza düşən yağ ləkəsini biz aseton vasitəsilə rahat təmizləyə bilərik. Bundan başqa pəncərələrə düşən yağ ləkələri, pəncərələrə düşən boyalardır, kraskalardır, laklardır. Bunları biz rahat yolla həll edici kimi aseton vasitəsilə ayırıb təmizləyə bilərik. Aseton deməli su, spirt və efirlərin özündə yaxşı həll olma qabiliyyətinə malikdir. Uşaqlar, indi isə qaldı ketonların alınma reaksiyaları necə alınır? Ketonlar həm alınır laboratoriyada, həm də sənayedə. Laboratoriyada almaqda ötəri konkret bir mənalı şəkildə ikili spirtlərin oksidləşməsindən ketonlar əldə olunur. Mis, su çıxır və boş qalan karbon atomla oksigen birləşərək ketona çevrilir. Və yaxud da butanol, bax fikir verin, butanaldan, butanol 1-dən, butanol 2-dən, butanol. Fikrimi çatdıra bildim? Propanaldan, propanol 1-dən, propanol 2-dən, propanon alınır. Yəni aldehidlərdən, birli spirtlərdən aldehid, ikili spirtlərdən keton alınır. Yəni bir də deyirəm, bax bu spirtli uşaqlar, spirtlərin oksidləşməsi nəticəsində biz ketonları əldə edirik. Əgər spirtlər birlidirsə aldehid, spirtlər ikilidirsə keton əldə edirik. Uşaqlar, gördüyünüz kimi butanol 2-dən butanol 2 əmələ gəlir. Yenə mis çıxdı, su çıxdı və butanol 2 əldə olundu. İkinci alınma alkinlər, bu Kucherov reaksiyasıdır. Alkinlərdən ancaq asatinindən sirkə aldehidi, digər alkinlərdən isə keton əldə olunur. Baxırsınız, bu reaksiya baş verir civə duzlarının iştirakı ilə, amma civə duzları zəhərli olduğu üçün artıq işlər aparılır və yeni sular hazırlanmaq üzrədir. Və bu zaman alınır CH3, C-keton qrupu, yenə CH3 deyib, dimetil keton, yəni aseton əldə olunur. Laboratoriyada, sənayedə alınma. Bax, bizim əlimizdə var izopropil benzol. İzopropil benzolun özünün ikinci adı tarixi kumoldur və kumolu əldə eləməkdən ötürü biz Friedel-Crafts reaksiyasından istifadə etmiş oluruq. Və bu reaksiya nəticəsində izopropil benzol alınır və onu qatı sulfat turşunun iştirakı oksidləşdiririk. Yenə deyirəm, katalizatorlar müxtəlif ola bilər, amma sırf bizə qataş G4 lazımdır. Bu zaman iki məhsul alınır, fenol və aseton. Bir də deyirəm, fenol və aseton. Bu həm fenolların alınma reaksiyası, həm də asetonun alınma reaksiyasıdır. Keçdik kimyəvi xassələrə uşaqlar. Deməli, ən əsas mən sizə burada kimyəvi xassədə nəyi xatırlatmaq istəyirəm?
Deməli, mən sizə xatırlatmaq istəyirəm ki, əsas bu məsələdə bircə dənə bir şey burada yaxşı biləsiniz ki, aldehidlərlə ketonların fərqi var. Çünki aldehidlər gümüş güzgü reaksiyasını bizə verdiyi halda, məsəl üçün, sirkə aldehidini yazıram, üzərinə gəlirəm gümüş bir oksid, Tollens reaksiyası, amonyakın iştirakı ilə bu zaman sirkə turşusu və sərbəst gümüş əldə olunur. Amma mən sizə inandırım ki, ketonlar doğrudan da bizə gümüş güzgü reaksiyasını vermir. Yəni ketonlar ümumiyyətlə oksidləşmir. Yeri gələndə aldehidlərin özləri də mis hidroksidə reaksiyaya girib turşuya çevrildiyi halda ketonlar demək olar ki, oksidləşmir. Aldehidlər hidrogenləşən zamanı, diqqətlə baxırıq, hidrogenləşən zamanı, mən sizə bunu tam göstərəcəm ki, siz başa düşəsiniz. Pi sistemi qırılır, hər sistemə bir hidrogen atomu birləşir və buradan əldə olunur CH3, CH2, OH. Yəni, aldehiddən, etanoldan etanol əldə olunur. Aldehidlərdən spirtlər, birli spirtlər alınır. Əgər mən bura yazsaydım ki, keton, məsəl üçün CH3, karbonlu CH3, deməli aldehidlər, ketonlar aldehidlər kimi hidrogenləşə bilir, reduksiya oluna bilir, amma oksidləşə bilmir. Amma aldehidlər hidrogenləşəndə birli spirt, ketonlar hidrogenləşəndə ikili spirt alınır. Mən bunun üzərinə hidrogen qazını gələrəmsə, gördüyünüz kimi pi sistemi yenə qırılır və hər qola bir hidrogen birləşir və nəhayət buradan CH3, CHOH, CH3 birləşməsi alınır. Baxın uşaqlar, ketondan propanol alındı. Fikir verin, ketondan propanol 2 alındı. Əgər mən bura yazsaydım ki, propanol, propanoldan mən nə əldə edərdim? Fikir verin uşaqlar, propanol 1. Deməli var propanol 1, var propanol 2. Propanol 2 ketondan alınır. Gəlin bunu sərgəli şəkildə düzəldək. Amma propanol 1 propanoldan əldə olunur. Yanma disturu. Aldehidlər kimi ketonlar da yanır. Disturumuz necədir? Ketonlar yandırdıqda Cl, bir də uşaqlar silib, yuxarıdan səliqəli şəkildə yazım sizə bunu. Yəni disturu çalışıb özümüz tapmalıyıq. Çünki disturu əzbərləmək doğrudan düzgün deyil. Distur özü tapılmalıdır. Baxırıq, yanma disturunu biz tətbiq edirik. Cl, H2NO, oksigen, alınır karbon qazı və su molekülləri əldə olunur. Bütün üzüm maddələr kimi CO2 və su əmələ gəlir. Amma onu da bilin ki, amillərdə magnet turşulardan eyni zamanda azot qazı da ayrılır. Yanan zamanı N. Baxın yazıram N, 2N. 2N 2'ye böləndə N düşür bura. Oksigen 2N burada, 1N burada. Deməli burada 3N sayda oksigen var. Amma oksigenin biri solda olduğuna görə biri çıxırıq və ümumi atom sayına bölürük. Bu da bizim oldu ümumi yanma disturumuz. Nə qədər ki sizə faydalı oldum, həqiqətən bacardığım qədər faydalı olmağa çalışdım. İnşallah ki bir xeyri olar və doğrudan da bu sizə bir kömək olmuş olar. Çox sevinərdim həqiqətən. Oldu, sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik.